Sonra şey eləyəcək, yəni katmat kəsəcək. Başlayırıq. Danışaq birinci şeydən. Zatdan Barcelona Atletico'dan. Barcelonadan başlayaq. Atletico Madrid Barcelona'dan. Atletico Barça. Sürücü sən. Şey dedin, nə deyirsən? Ağlamalıyız. Barcelona ucub Əhmədin Nastiyası yoxdur. Anama da. Olur da, olur belə şeylər. Yəni əslində uduzmalıydı da. Olur belə. Az qalıb. Yox, bir komanda ki, yəni açığı da müdafiəsində Martin yəni varsa. Yəni keçən şeydə yarım finalda da dırtdalı. Dumfries bildiyin Skvozniak idi da, yəni o kovboy qapılar olur, salonda belə açılır və onunla. Yəni oydu da. Atakada, yəni hücumda Martin yaxşıdır, şey kimi də, yəni flanqovi zaşitnik kimi normal nəsizədir, yəni gəlib onun açığı olanımız da odur da, yəni yoxdur başqası. Onun da bir zapas variantı Araujo'dur. O da ki elə bir ki meymuna yəni şey verimsən də, qumbara verimsən əlində. Laporta rasistə bir vaxt düşə bilərlər şeyin üstünə. Laporta necə, yəni söyləsə adam da, yəni belə yoxsa yox. Çünki Laporta şeydən sonra Bartomeu'dan sonra bildiyin o çıxırı kimsə sıçır, o da gəlir belə. Laporta ilə yığışdırmalı olur. Ona görə vəziyyət xilaskardır Laporta. Pis deyil. Ya yazığım gəlir əslində Laportaya. Belə tarixə Barcelona azarkeşlərini eşitmişdim, o ifadəni deyirlər ki, bəs Messini satan bir rəhbər kimi düşdü. Neynəş? Hə, amma həqiqətən bu dəqiqə bir sən də vəziyyət oxşur. Batan biznesə bənzəyir. Yəni tez-tez də Ulhenes söz soxur Barcelona'da bir deyir ki, bankrot olan komanda ilə transfer işləri görmək istəmirik. Bankrot olan komanda ilə bu işləri görmək istəmirik falan. Bankrot olmaq təhlükəsindədir. Yəni klub bu da əlindən gələni edir. Onu alır, bunu satır, bunun məvacibini aşağı salır, bununkini uzadır, belə şeylər. Yazığım gəlir Laportaya. Hə, yəni yazığım. Əlindən gələni edir. Nə, imkanı ona çatır da, necə düşür? Yəni Bartomeu bu klubun içinə Rosel'dən sonra ondan sonra Bartomeu gəldi. Bu klubu yəni belə bünövrəsindən qoydular, getdilər də açığı. Yəni o şey olur, çox geri düşdü. Yint eləyirsən, çıxıb gedirsən, sonra o Çinlilər zatlar vardı, gəlib bir klub zad alırdılar, milyonlarla borc qoyub çıxıb gedirdilər. Amma Tottenham o eyni şeydir, Rosell ilə Bartomeu. Hə, indi oyuna gələndə nə deyə bilərsən? Oyuna gələndə uşaqlar oynadılar. Həqiqi oynadılar. Prosta yenə deyirəm də o təcrübəsizlik ki var mərkəz müdafiəçisində. Görün iki oyun, ikisi də eyni ssenari ilə, yəni bu şey baxımından da nədir onun adı? Qırmızı vərəqə ilə. İkisi də demək olar ki, eyni ssenari ilə getdi. Hə. Məsələ də budur ki, Flick başqa bir şeyi, yəni əlində olan heyətlə, əlində olan müdafiəçi başqa bir şey, necə deyim, taktika qoyub oynada bilmir. Bu heyətlə həqiqətən də sən yüksəkdə oynamalısan. Çünki sənin mərkəz müdafiəndə bir müdafiəçi yoxdur normal. Amma Barcelona bir dənə şeyi yaxşı başlamışdı. Mən də onu proqnoz verəndə biz ikisində və Real barəsində demişdim əslində. Gözləntim yox idi. Fikirləşdim ki, Atletico imkan verməyəcək. Amma həmin oyunda ilk başdan sən bir qol vurdunsa, Barcelona vəziyyəti çox çətin idi ya. 2 top geridə idi. Tezbaza bir dənə qoldu. Birinci qolunu neçənci dəqiqədə vurmuşdu? 6-cı dəqiqədə yanlış. 3-cü dəqiqədə vurdu. 3-də vurdu. Yox, 6-da 4-də vurdu. 4-cü dəqiqədə vurdu. Başlayan kimi vurursan qolu, artıq sürüşkən bir hesab yaratmısan. Sürüşkən hesabı da düzəltmək olur. İndi o Atletico da qorxur hücum o qədər sərt çıxmağa, çünki bir dənə qol buraxa bilər. Sonra da sən vurursan, amma yenə də 2-1 hesabı ilə uduzdu. Düz deyəndə orada elə momentlər var. Mən səndən istəyirəm, sizdən istəyirəm, səndən istəyirəm. Soruşam. Nə düşünürsünüz məsəl üçün? Olmoya qarşı olan hərəkətlər. Olmo deyərəm ki, çox zəif oynadı bu oyun. Yəni Olmo öz yerində oynamır. Məsələ odur. Yəni bu da yəni problemdir də. Yəni sən nəsə eləməlisən ki, bu işləsin. Yəni oyunçu oynasın da, bacardığını eləsin. Mən düşünürəm ki, bu da Flick'in bir balaca necə deyirlər, zəifçiliyi oldu məşqçi kimi. Çünki birinci oyunda da Barcelona o hücumun final stadiyasında belə deyim də boğulurdu. Məntiqsizlik yaranırdı. Yəni başlarını divara döyürdülər. İkinci oyunda eyni ssenari davam elədi. Yəni Pedri'ni mən qeyd etmək istərdim. Pedri əslində yaxşı oyunçudur. Yəni 8-10 nömrə kimi oynayır. Amma bu ikinci qarşılaşmada tipik pivot kimi oynamaq istəyirdi. Pivot kimi oynayırdı. Amma mənə görə o əsl pivot deyil. Əsl pivot Frenkie de Jong'dur. Və biz də yanlışlıqla demişdik ki, Frenkie de Jong olanda Pedri rahat oynayır. Hə, belədir. Amma bu oyunda biz nə gördük? Pedri'nin üzərində çox təzyiq var idi. Yəni Pedri topu özündə çox saxlayırdı. Yəni topdan uzaqlaşa bilmirdi. Yəni uzun paslarla oynamağa məcbur idi ki, necəsə orta zonanı keçsinlər. Amma de Jong da sonra çıxdı. Yəni bir köpüklü oyun oynamadı ya. Bir köpüklü oyun oynamadı deyil. Mən belə başa düşürəm.
başqa məna tapamıram ki, niyə görə belə oldu. Top orta zonada çox qalırdı. Çox qalırdı. Yəni orta zonanı çox çətinliklə keçirdilər. Keçəndə də artıq Atletico Madrid necə lazımsa qarşılayırdı. Lamine Yamalın üzərində 2 nəfər, 3 nəfər qalırdı. Yəni Lamine Yamal başa düşmək olar, amma nə etsinlər? Amma mənə elə gəldi ki, orta zonanı keçirdilər, sadəcə hücumun nəticəsi yox. Yəni Hə, orta zonanı rahatlıqla keçirdilər. Sərt hücum, ondan sonra istəyirdilər ki, bir balaca sağdan sola köçürdü, soldan sonra sağa köçürdü. Alınmırdı. Orada bilmirdi hardan lazeyka tapıb vursunlar. Keçid fazalarında problemləri var idi. Orta zona bağlı olduğuna görə uzun paslarla oynayırdı. Elə olanda da Atletico Madrid üçün çox rahat idi. Tez tuturdular. Bağlayırdılar mövqeyi. Əks həmlələrdə yaxşı idilər Atletico Madrid. Yəni burada Atletico-nu qeyd etmək lazımdır ki, Atletico bu oyuna ağıllı bir strategiya ilə çıxdı. Öz oyununu oynadı və Barselonaya demək olar ki, belə deyim də az şans verdi ikinci taymda. Yox, mən deməzdim ki, az şans verdi, kifayət qədər verdi. Sadəcə bir şey vurğulayım. O məqam ki var idi, deyirdini, qabaqda misal üçün bir şey eləyə bilmirlər. Hə, ortada gəlib top ilişir, qalır. Yenə də gəlib çıxır məsələ Rafinha'ya. Nəyə görə? Çünki bu perihodni faza deyilən bir məsələlər var da. Hücumla yarım müdafiənin arasında, yəni 1-2 addım aşağı eləyirsən, düşürsən. Yəni Rafinha elə bir oyunçudur ki, 2 addım eləyib aşağı düşüb, daha sonra həmin o ilişən topu irəli çox da belə təhlükəli vəziyyətə, yəni gətirib çıxarda bilən oyunçudur. Olmo o deyil. Olmo gətirsin, o topu misal üçün Rafinha'ya çatdırsın və yaxud da 2-1-ə, misal üçün 2-2-yə, 2-3-ə çıxanda orada bir tamam bir pas versin üzü qapıya tərəf olanda. Amma yəni Rafinha kimi arxası rəqib qapıya, üzü öz qapısına bir kasaniya ilə, bir ötürmə ilə belə bir təhlükəli variant yaratsın, Olmo o deyil. Yenə də gəlib çıxır Rafinha'ya. Yaxşı, bəs momentlərə gəlib çatanda, o epizodu çox müzakirə elədilər. Olmoya qarşı olan cərimə deyək ki, mübarizə və onun yıxılması və digər qarşılıqda da qoyurlar Sorlota müdaxilə və orada verilən qırmızı kart. Yəni məncə ikisi də qırmızı məsələdə heç bir problem yox idi. İkisi də qırmızı idi. Çünki yenə də deyirəm. Vermədilər axı Olmo'nun yıxdığına görə. Yox, mən Kubarsin deyirdim. Əvvəlki oyundakı qırmızı. Yəni Barselona azarkeşli olsam da belə, yəni onun ikisi də qırmızıdır. Çünki yenə də deyirəm, sən hakimə zazor qoymalı deyilsən. Elə. İmkanı verməli deyilsən. İstəyir Garcia, istəyir Kubarsi, ikisi də verdi. Yaxşı, belə bir moment desəm bəlkə. Sorlotun dayaq ayağı dəyməmişdi. Sorlotun o qaçarkən dayaq ayağının üzərindədir, digər ayağı da havadadır və artıq növbəti addım atacaq və növbəti addım dəyir arxadakı oyunçuya. Sorlot özü yıxılır. O əlbəttə peşəkardır. O Sorlotun yerində olsa hər kəsin nə bilim sevdiyi hansı bir oyunçunun barmağı qatdala o da o hərəkət eləyərdi. Yəni dəyibsə ayağı. Dəyibsə yıxıldı, amma hakimə nə gəlib? Yəni bu axı dayaq ayağına vurmayıb. Yəni bu mübarizə deyil axı, o özü toxunub deməkdir. Məsələ o belə deyək də, şeydə deyil axı. Hər dəydim yıxıldım yəni. Folun əlbəttə folun dəhşətli dərəcədə ağır olmağından getmir. Sən Sorlotu qol vurmaq şansından sən məhrum elədin, yoxsa Sorlot qaçdı ya da ayağı ilə toxundu sənə. Yəni o mənim gözümdə Sorlot qaçır. Düzdürmü? Yəni qaçanda sən belə deyək sürətli gedirsənsə, bir barmaq belə kifayət edir ki, sən özünü itirəsən. Bəs 100%, 100%. Deyilmə, top oyna. Top oynamırsansa, yıxırsansa, yəni bu sən dayandırdın da. Fərqi nədir? İstəsən bilərəkdən edin, yoxsa bilməyərəkdən edin, dayandırdın da onu. Olmonun məqamı, ümumiyyətlə hakimlə bağlı istəyir ilk oyunda misal üçün Koke, yəni qovulmalı idi meydançadan ilk oyunda. Yəni Koke qədər, yəni Koke ayaq saydı ya. Bəlkə də o qədər ayaq yox idi da meydançada Barselona oyunçularında. Amma o qədər ayaq saydı bu. Vermədi heç bir şey, qovmadı. Daha sonra burada elə Olmonun vəziyyətində də. Yəni hakimlik ümumiyyətlə var deyilən bir şey gələndən sonra biz fikirləşirdik ki, yaxşı olacaq. Daha da pisləşir elə bil. Liverpool'la PSG-nin oyununda bir dənə kadr vardı ki, hakim getdi, vara baxmadan mən onu çəkdim, sonra paylaşmışdım. Yəni bu vara baxdığı yerdə boş stadion, boş cərimə meydançası göstərirlər. O mənası nədir bizə göstərdiniz. Yəni özünüz öz aranızda yenə də həll eləyin də. Yəni ondan sonra həmin o oyunun belə deyək də həmin o görüntünü düzgün variantını verdilər heç olmasa. Verildi. Verildi. Qısa variantı verildi, orada göstərildi. Mən sadəcə momentdən istifadə edib yəni bir zarafata saldım. Clement Turpin'i mən əslində yaxşı hakim sayırdım, amma bu oyunda mən deyərdim ki, biraz zəif oldu. Mənim də sevimli hakimlərimdən idi o. Clement Turpin Joski oyuna imkan verəndir. O barədə yəni azarkeş üçün yaxşı hakimdir.
hər bir şeyə görə fitin Amma çalıb oyunu orada saxlamır. məncə verilməli idi olmadı. Məncə də. Mən də elə düşünürəm. Bax düşünürəm ki, orada soydular biraz. Heç olmasa vara baxmalıydım da. Yəni heç olmasa get bax gör. Bəlkə doğrudan da qırmızıda heç baxmadı. Ha, Yəni yo, vara baxmaq üçün gərək vardan buna bir komanda gəlsin ki, Hə. gəl bir dənə buna bax, burada bir Bax şübhəli niyə məqam gəlmir? var. Məsələn, Çünki vardan xəbər Sorlot vermirlər. yıxılanda də. yüngülvari toxunuşdu, düzdür, hücumdur. Yəni gedirsən baxmağa, düz potensial orada qırmızı kart var. Burada Olmonu 2 nəfərə yıxdılar, yəni belə sıxdılar az qala öz aralarında. Burada ciddi görürsən, rəqəminə qarşı bir ciddi bir qayda pozuntusu var. Get bax gör, bəlkə Olmo simulyasiya eləyir. Heç baxmırsan bax, o söhbəti var. Ya da ki sən ki baxmasan da var desin. İndi belə deyək də, simulyasiya olduğu təqdirdə Turpin bunu gördüyü təqdirdə götürüb Sarı sarısını verəcək. verəcək. Var onu simulyasiyaya görə çağırmayacaq. Var onu yalnız penal olduğu təqdirdə çağıra bilər. Ki şübhəlidir. Gəl bax. Yəni yenə Sən də dediyimizin canı verməmisən, odur ki, düzəldək səni. biz burada məsəl üçün üçümüz də o epizodu televizorda baxa-baxa görmüşük ki, bu cərimədir. Biz indi ekspertlər deyilik, təbii ki. Amma var onu orada oyun gedə-gedə təkrarlarını görür. Niyə görə çağırmır Tulpini? o da Yəni maraqlı. interpretasiyalar fərqli gedir. Yəni mənim fikrimcə düzdür bu barədə belə də dolğun məlumatım yoxdur. Mənə gəlir ki, varda misal üçün o tutturmaq olar köhnə hakimləri. 46 yaş misal üçün 44 yoxsa indi FIFA hakimliyində. Keçdiyi yaşı gəl o tutur vara. Ən yaxşı variant NBA-dakı kimi coach challenge eləməlidirlər. Yox, Hər tamam, coach challenge olsun, amma onu kim qiymətləndirəcək? Coach challenge onda nə olacaq? Coach challenge eləyirlər. NBA-da necədir? Coach challenge var. Coach challenge deyir ki, baxmalısınız, qutarda getdi. Gedin baxın. Hə, məşqçi tələb edir ondan. Məşqçi tələb ki, mən tələb edirəm, baxın. 2 3 yoxsa 1 dənə, yəni Bir dənə şansım var Şansı da. var. Bir dənə. Düzdür. Oyun ərzində bir 2 dənə, 3 dənə şans versələr, amma sən yandırdın da, ondan sonra dinə Ondan bilməzsən. sonra heç tələb eləyə bilməzsən. Bir dəfə tələb eləyə bilərsən. Elə bir şey tətbiq olunmalıdır, başqa çarəsi yox. Hə. Görək də, yəni əslində futbol yavaş-yavaş inkişaf eləyir. Yəni əvvəllər ümumiyyətlə elə bir şey yox idi. Nə var? Yəni sonradan yadındadırsa bu qapısı tərəfdə bir dənə hakim də qoyurdular, 5-ci hakim. 5-ci hakim baxın. Hə. Sonra ondan keçdilər də vara. Yəni futbol da yavaş-yavaş inkişaf eləyir. Bəlkə də vaxtsa coach challenge olacaq. goal line technology gəldi, sonra şey gəldi. Hawkeye-dir da onun. Hə, hə. Xətti keçən kimi burası razı gəlir. Yenə də mən ümumi götürəndə Barselonanın oyununu birinci oyundan fərq çox deyildi. Yenə də oyun ümumi olaraq Atletico'nun istədiyi ssenariydə getdi. İstər-istəməz düzdür. Birinci tayma yaxşı başladı, 2 dənə gol vurdu. 2 dənə gol vurandan sonra hardasa belə deyim də orta zonda möhkəmləməli idi, biraz ehtiyatlı oynamalı idi, bir balaca topu saxlamalı idi. Yəni yenə də atılıb getmək, yüksək müdafiə xətti. Düzdür, sən dediyin kimi, yəni onlar başqa cür oynaya bilmirlər, amma yenə də sən uyğunlaşmalısan da. Bu Çempionlar Liqasıdır. Sən uyğunlaşmalısan. Nəsə nə fikirləşməlisən ki, Heyət yoxdur, Rəşad, heyət yoxdur. Yəni o əlində bir şey olmalıdır ki, məsəl üçün bir materialdan sən nəsə hazırlamalısan da, tamam? Hansı atıram da bir rəssama gəlib deyirlər ki, və yaxud da heykəltaraşa. Mənə misal üçün də filan kəsin Ronaldinho'nun heykəlini elə. Hə, tamam eləyim. Ronaldo'nun heykəli, o birinci heykəl var. Mənə bir material verməlisiniz. Yəni material zay olandan sonra sən dediyin o Madeiradakı Ronaldo'nun heykəli alınacaq, tamam? Amma material normal olduğu təqdirdə normal bir şey alına bilər. Burada da material yoxdur. Yəni gəlin oyunun özünə keçək, misal üçün dəyişikliklərə. Rashford çıxır. Yəni Rashford çıxır, elə bir ki, bu insan Premier Liqa yox, heç Championship-də oynamayıb. demək olar ki, yox idi meydanda. Yəni bunun çıxmağı görsənmədi. Bunun çıxmağını bir dənə Atletico şey elədi ki, hə çox sağ ol ki, Rashford çıxdı da. Sağ ol. Atletico bir dənə hiss elədi. Bir topu ram eləyə bilmir, bir pas ata bilmir. Lewandowski çıxıb, Lewandowski yəni o da heç bir şeydə. Sən haçan çıxırsan oyuna, hansı dəqiqələrdə çıxırsan, hesab nədir? Ona uyğun get oyna. Gəl ortaya düşüb top niyə istəyirsən? Get mıxlan cərimə meydançasında gözlə də. Mıxla yox, Mıxlan. Yəni mıxlamaq o qədər yaxşı şeydir. qoca qurtsan da, yəni qoca qurtsan get dur orada da. Valla həmin o ərəfədə ən gözəl oynayan Araujo idi. Nə baxımdan? Yəni momentləri də oldu, getdi durdu. Bu Barsanın köhnə strategiyası da alınmır. Pique'dir, Keita'dır, köhnə vaxtlardan at qabağı, Guardiola vaxtında, Enrique'nin vaxtında at qabağı nəsə eləyəcəklər. Bir də ki, əsas məqam mənim fikrimcə oyuna ən böyük belə təsir edən Ferminin zədəsi. Hə. Fermin zədədən sonra heç Fermin olmadı. Ondan sonra da əvəzləndi. Heç olmadı, əvəzləndi də onun ağzı burnu qanamışdı. Yəni getdi kim olar falan belə. normal vəziyyətdə o zədədən sonra.
Yəni orada heç kəsi günahlandıra bilmirsən. Təmiz oyun epizodu idi. Sadəcə 100%. bax doğrudan da sən hücumunda Ferminlə bəlkə də indi Flikin özünün bir planları var idi. O ilə planlaşdırmışdı. O da alınmadı. Fermin çıxandan sonra gəlin də özünlə oyna. Deyim ki, Atletico öz oyununu oynadı. Simeone də ki, yaxşı məşqçidir mənə görə. Yəni həmin heyətə görə bu komandanın ürəyidir. Məsələn, Flikə mən baxanda Flik sanki bu komandanın atasıdır da. Yəni ata bir obrazı var Flikdə. Amma Simeone də elə deyil. Simeone bu komandanın ruhu, ürəyi, belə deyim, lideridir elə bil. Yəni komandanın əsasıdır. Bir dənə də ağlıma belə bir şey gəldi. Yəni dedin Simeone'yə qayıtdıq. Bəsdir də. Yəni bu şeylər var ya, oyunun sonunda bu xarakter, çürük hərəkətlər. Belə. Sonra bunun işi mən qıraqdan Simeone'yə baxanda dirijor görürəm. Yəni sən birinci gün onu görürsən elə ömür boyu elə olur. Dediyim odur da, yəni bəsdir sözünü ona görə deyirəm də. Yəni yetər. Bəsdir bu. Orada o sonuncu dəqiqələrdə meydandakı ikinci top. O strategiyanın Simeone 10 yaşı var da, ondan çox yaşı var. Nə qədər buraxacaqsan sən ikinci topu ki bir şey olanda deyəsən ki meydanda 2 top var, oyunu durdurun. Bəsdir ya top qutarana qədər, ya bunu qovana qədər. Ya top qutarana qədər. Yəni belə şeylər var. Görək də indi necə oynayacaq Arsenal'la. Maraqlı olmalıdır. Amma mən səmimi bir şey deyim, Simeone'nin futbolu deyilən bir şey nə ümumiyyətlə mövcuddur, nə də ki ümumiyyətlə yeni bir şeydir. Simeone'nin futbolu illər boyu var. Şeyə bənzəyir də o. Nədir? Schrödinger'in futbolu da bu. Ya var ya. Məsələ odur ki, yəni silavoy futbol, bu güc futbolu, fiziki futbol. Yəni sən necə öl amma ut da, yəni bacarırsan topu, nə bilim, fırlatmağa, pas ata bilirsən, bilmirsən, girmir. Yəni gir canını qoy, nəsə alınacaq. Allah kərimdir, başa düşdün. Yəni bu mən Simeone-də belə deyək də bir şey görmürəm ki, Simeone gedib hansısa bir başqa komandada nəsə eləyəcək. Getsə də eyni Atletico'nun futbolunu oynayacaq. Yəni güləşçilər, kulturistlər, nə bilim, bu akrobatlar vəssalam. Bir məqam misal üçün olur, 1 həftə, 2 həftə, 3 həftə. Atletico 5 dənə, 4 dənə La Ligada kiməsə qoyur. Okey, əladır, superdir. Sonra gəlib baxırsan ki, yenə də çıxırlar, başlayırlar güləşməyə, ayağa işləməyə, nə bilim, barmaq saymağa. Burada bir şey də qeyd edə bilərəm qısa olaraq. Simeone yenə də 2 dəfə La Liganı qazanıb, o sensin güləşməklə. Amma başqa da nə etsin? Yəni Atletico'ya kim gəlir? Kim gəlir? Bayena, nə bilim, öz oğlu oynayır, Juliano, sonra bir dənə Julian Alvarez'i gətirdilər. Qombazdır. Yəni daxiyana bir oyunçular gəlmir axı Atletico'ya. Gələn oyunçular orta segmentin oyunçularıdır. Oyunda nə yarada bilərsən? Sən güləşməlisən. Başqa nə edə bilərsən? Sən məcbursan mübarizə. Mənim sadəcə deməyim odur ki, sən sözü və cavab olaraq bu belə də baxımlı futbol oynasaydı, ora normal oyunçular gələrdi. Həm də deyəcəydim ki, onun ki mövsümün önündə məşqçi gedib komanda yığır və komanda yığanda hər bir oyunçu ilə fərdi söhbətlər olur və onun özünün planını göstərir ona. Deyir ki, bax, mən məsələn bu mövsümdə sənə bunu planlayıram. Mən səni burada görürəm. Burada görürəm, hə. Məsəl üçün analoji olaraq elə Virtsi götürmək istəyirdi, tutaq ki, kompani alınmadı, uğurladılar Liverpoola. İndi orada slot necə görmək istəyirdi ona görə. İndi Bavariya söhbətinə gəlmişik kompani demişkən, bəlkə mən o birisi mövzuda danışmaq istəmirəm hələ ki. Arsenal'la oyununa, Sporting'in oyununa hesabı gördüm, ümumiyyətlə baxmadım. Yəni mənə elə gəldi ki, baxılısı bir şey yox idi. 0-0, 1-0 öz oyununda. Məncə Arsenal'ın azarkeşləri özləri də, yəni bunlar razılaşarkən onlar oturub Arsenal'ın azarkeşləri oturub Atletico'nun oyununa baxırlar. Elədir. Kim çıxacaq bizim rəqibimiz olacaq? Ay son. Telefonda da hərdən bir flash score abunəvlət eləyirlər və salam. Qısaca məsəl üçün PSG Liverpool barəsində bircə deyə bilərəm. Keçək o birisi oyuna. Yəni istəsəz siz də deyin. PSG Liverpoolda da baxdım ki, yəni güclü komandadır. Liverpool da bir balaca elə bir gözünə bir 2 dənə şillə vurmuşdu, çıxmışdı oyuna, bir soyuq duş qəbul edib ki, biz oynayacağıq. Amma oynayıb da neynədir? Liverpool da əlinə düşən momentləri sağa sola fırladırdı. PSG də əlinə düşən momentləri nə qədər vururdu yuxarı, sonunda gəlib Dembele'nin bir də kim vurdu? Doué vurdu. Hər kimsə əsas vurdular. Yəni vurdu qolları. Demək ki, yəni 2 qolu vurdular, ona görə ki artıq oyun sönmüşdü. Dembele dubl eləməmişdimi? Barcola atdı, həm də Barcola atdı, Dembele də ola bilər. Dubl elədi, deyəsən o idi. Tamam. Demək istəyirəm odur ki, PSG barədə qısa onu deyə bilərəm ki, hal-hazırda ən belə necə deyirlər, sistem futbolu oynayan komandadır. Yəni çox belə necə deyirlər, yığcam, çox belə ideyalı, necə deyirlər, belə də çıxacağıq biz dişimizlə, dırnağımızla çıxardacağıq da bu qələbəni.
Yəni siz kim olursunuz olun, biz öz oyunumuzu oynayırıq, siz bizə heç nə eləyə bilməzsiniz. Bax belə bir tip var o. Yəni belə bir vibe verir ki, yəni bizə yaxın durmayın. Bizə yaxın dursun, çənəvizin altına qoyacağıq. Luis Enrique faktorudur o. Luis Enrique'dir milyon faiz. Çünki mən belə deyək də Barcelona dövrünün Barcelona vaxtında Guardiola dövrünü o qədər də özüm üçün cəlb edici saymıram, nə qədər ki Enrique'nin dövrünü. Çünki Enrique'nin plan B-si həmişə olub. Həmişə. Amma Guardiola'nın dediyim kimi, yəni Keita'dır, Pique'dir, at qabağı alınmayanda Naves'lə nəsə eləyə bilərlər. Amma Enrique oyun vaxtı nəsə fikirləşir, skemini dəyişir. Çox belə adaptivdir, gibgidir, başa düşürsən, bunu eləyir. Və öz troykasını tapırsa qabaqda. Misal üçün MSN necə idi? Burada da Dembele'dir, Kvaratskhelia. Mən troyka kostyum. Çox güclü motivatordur. Bildiyim qədərilə bu yaxınlarda bildim ki, hər bir oyunçuya kitab tövsiyə eləyirdi ki, bu kitabı oxumalısan. Kitabı oxuyursan, sonra mənim öz fikrimi deyəcəksən. Bax belə bir qalan sirindəki kimi Rövşəni. Yəni Eşən idi onu. Şəxsiyyət yetişdirir. Sözü və bir şey yadıma düşdü. Mbappe PSG-də oynayanda Enrique onu otuzdurup bir dənə monitorun qabağında. O söhbət mən də eşitmişəm. Jordan'a söhbət. Qayıdıb deyir ki, sən eşitmişəm Jordan'ın şey eləyirsən də, yəni pərəstişkarısan, onu, yəni sino gedirsən Jordan'a. Deyir Jordan it kimi müdafiə olunurdu. Sən deyir niyə gəlmirsən müdafiəyə? Yəni kimsən də sən? Sən özünü Jordan kimi şey eləyirsən, pozisiyanı rüt eləyirsən, tut cəhənnəm ol müdafiə ol. Mbappe getdi gördün, oldu. Yəni özünə gəldi. Özünə gəlir. Çempion oldu. El bu illər çempion pretendenti. Mbappe hardadır? Mbappe də bayırda. Mbappe bu dəqiqə bomba hazırlayır. Madriddə qəlyan bizə tərəf yönəldir. Bakıya hədəf alıb. Əhmədə hədəf alıb. Yəni bu oyunun üstündən keçib mənə elə gəlir ki, hamının da gözlədiyi kimi Lülə Kababa. Lülə Kababa. Turun ən maraqlı oyununa keçə bilərik. Bavariya Real və heç nə itirilməmişdi. Heç nə də əldə olmamışdı öndəki oyundan. Bir balcı üstünlüyü var idi. Amma sanki El Escasco ilə başladılar. Yox, o 2001-ci oyun qutarandan sonra Rüdiger demişdi ki, biz heç nədən Bavariyaya 2 dənə gol hədiyyə elədik. Məncə Neuer bunu eşitmişdi elə oyun başlanışında. Ki, hədiyyə eləmişik, alaq. Qaytardıq, lazımdır. Sən bizə hədiyyə birinci. Lazım götür apar. Bax belə. Amma yenə də o gol buraxandan sonra Bavariya sınmadı. Elə eyni tipdə oyun apardı. Elə bir şey tökülmədi, dağılmadılar. Yəni orada sınılası bir şey yox idi axı. Allianzda oynayırsan, yəni tamam bir top geridəsən. Hesab bərabərdir. Bax, orada kiçik olaraq bir balaca ötən oyundakı bir top üstünlüyü ona kömək elədi. Yəni 0-0 olsaydı, bir geridə olsaydı Bavariya sınardı demirəm, amma bəlkə çox açıq oynayardı və boş olardı mərkəzi. O ki şeyə qalanda məsəl üçün mən şeydə görürəm, sosial şəbəkələrdə görürəm Bavariyanın bu qələbəsini küçümsəmə gedir bir balaca son bir neçə gün ərzində də. Məsələn belə ifadələr gedir ki, Real mövcud əlinə düşən imkanları reallaşdırmadı və yaxud da ki, Bavariya müdafiəsi yox idi. Neuer birinci oyunda MVP seçilmişdi də, maçın oyunçusu seçilmişdi. Maçın oyunçusu ona görə seçilmişdi ki, Neuer. Yəni bu təkrarlara baxsan, həm Mbappe'nin, həm Vinicius'un az qala əldə edəcəyi toplar var idi. Onları çıxardırdı, qoymurdu əlinə keçsin. Düzdür, təkbətəklər var. Adi Neuerli eləyirdi də. Yəni müdafiə yoxdur o zaman demək olar ki, Mbappe ilə Vinicius girirlər müdafiənin içinə, sürüyürlər sağa, sola. Heç kəs də bunlara dəyə bilmir. Qapıya da zərbə vururlar, Neuer də qaytarır. Real Madridin kəskin hücumları var, sürətli hücumçuları var. Gözlənilən idi ki, bunlar bir neçə dəfə Neuerlə təkbətək çıxacaqlar. Çıxdılar da, qaytardı da. Necə olur? Yəni Neuer o qədər seyv eləyəndə man of the match seçiləndə deyirsən ki, yəni müdafiə yox idi. Lunin yaxşı qaytarışda eləyəndə Lunin əladır, Kurtanın əməli başlı yerini verir. Yəni bu biraz belə şeydir də, tərəfkeşlik kimi çıxır mövqeyə. Adekvat deyil. Upamecano qeyd eləmədilər. Yəni çoxları elə ki, Upamecano yemişdi ki. Konkret Vinicius yox idi, cibində gezdirirdi adamı. Çox yüksək səviyyəli oyun oynadı. Jonathan Tah da yaxşı oynadı. Onu deyirlər ki, zəif müdafiəçidir, sürəti azdır. Bəli, sürəti azdır, amma intellekti ilə onu kompensasiya edir. Ağıllı müdafiəçi. Özü də Vinicius və Mbappe'ni çox qəribə idi ki, bir nəfəri blok eləmirdi Upamecano. Həm Vinicius, həm Mbappe'ni gördüm. 2 dənə sürətli hücumçunu. Hər ikisi də o biz demişdik, ikisi də sola can atır, soldan keçmək. Məsələ də odur, onu söz və qüvvə onu gözəl vurğuladın. Mbappe Henry də göstərmişdi şeydə, Mallorca ilə oynanan bir şey var idi. Qərarlaşında, yəni biri sağa. Yox, deyir
Məsəl üçün Vinicius soldadır. Tamam, Mbappe sən 9 nömrəsən. Yəni bu sistemdə, bu düzülüşdə mərkəz hücumçususan. Okay. Göstərir ki, hər dəfə Mbappe gəlir, arxaya top düşür, götürür. Arxaya düşdükdə də sola meyllidir. Solda. Mərkəz göstərilir ki, yəni Mallorcanın müdafiəçiləri durub belə, yəni az qalıb ki, bir dənə siqet yandırıb çəksinlər ki, yəni bekarçılıq da burada yoxdur Mbappe. Orada da yəni apornular Mbappe-ni yeyirlər, başa düşdün? Heç kim də həmin o məqamlarda göstərir ki, Mbappe pas atmır. Çünki yanında Kamavinga da var idi, nə bilim Tchouaméni var idi, Arda var idi və s. və ilaxır. Həmin o məsələ də yəni 2 nəfəri sırf elə Upamecano ona görə qarşılaşırdı onlarla. Ki bunların ikisi də elə sola gedirlər. Rəşadın da sözünə qüvvət. İndi onu da deyərsən sən gördüyün momentlərə. Mən də deyəcəm birazdan. Real demişdin ki, Bavariya Realdan yaxşı oynayır futbolu. Həqiqətən statistikalar da var məndə, deyəcəm birazdan. Doğrudan Bavariya həmin oyunu Realdan yaxşı oynamışdı. Əlbəttə. Yəni, topu Bavariya saxlayırdı, kontrol edirdi. Yəni oyuna temp verən Bavariya idi. Yəni Pavlovçu qeyd eləmək olar. Pavloviç çox yaxşı oynadı. Yəni meydanın hər bir yerində idi. Mübarizələrdə udurdu. Topu almada yaxşı idi. Kimixin üzərində təzyiq olanda pivot kimi oynayırdı. Çox möhtəşəm oyunçudur. Yəni bu yaşda, yəni gözə görünməz qəhrəmandır da. Yəni onu da qeyd edeyim. Yəni birinci oyundan sonra Real oyunçuları belə danışırdılar. Biz qayıdacağıq, biz öləcəyik, ürəyimizi qoyacağıq. Allah rəhmət eləsin. Remontada zad belə axırda şüvəntada oldu konkret. Yəni elə bir şey yaratdılar ki, sanki Bavariya uduzurdu oyunu. Hakim gəldi Bavariyanın Realın əlindən aldı qələbəni verdi Reala. Yəni Elə hakim demişkən, hakim də çox pis qatıqlayırdı. Yəni dəhşət qatıqlayırdı. Vinicius ən zəif oyunlardan biridir, yəni mən deyərdim. Plus Brahim Diazın momenti də. Bilmirəm, gördün yoxsa? Brahim Diazın momenti cərimə idi, özünü atdığı yerə cərimə verdi, Arda Güler gəldi, vurdu. Ümumilikdə o statistika qaydana onu demək istəyirəm. İkinci oyunda Bavariya bəlkə də Real yoxsa açdı Bavariyanın iç yüzünü açdı. Mənə elə gəlir ki, bu dəqiqə PSG oturub, təkcə Bavariya fanatı olduğuna görə demirəm. PSG oturub biraz dəhşətə gəlib. Çünki buna qədər Bavariya əgər konstruktiv oyun oynayırdısa, Real Bavariyanın iç yüzünü açdı, göstərdi ki, Bavariya artıq rəqibini o necə ki küncə sıxır bir ağır çəkili boksçularda olur. Küncə sıxıb yorub sonra axırda döyəcləyir səni. Bavariya sanki rəqibini sıxıb yordu da. Bir kadr var idi orada. Arda və Arnold dəyişilmişlər, artıq əvəz olunmuşdular və oyunun açar oyunçuları idilər onlar. Arbeloa onları dəyişdirmək məcburiyyətinə qaldı. Öz hesabda geri ola. Yəni sən artırma dəqiqələri istəyirsən onun üçün dartasan. Kim qol vuracaq sənə? Sonra penaltiyə keçsə kim vuracaq penaltini? Sən Mastanto ilə Pitarsı çıxarsan da sən oyna. Orada bir Arda ilə Arnoldun üzünü göstərdilər belə qan tər içində. Və həqiqətən də üzlərindən hiss olunurdu ki, bu Bavariya yordu. Deyərdim ki, əməlli başda suyunu çıxartdı. Nəyi var, işlətdi oynadılar da. Yəni çox top soldan sağa, sağdan sola. Yəni bir fikir vermisənsə Bavariyanın oyunu geniş miqyaslıdır. Yəni çox funksionallar futbolçular. Məsələn, Upamecano müdafiəçidir. Kane ilə bir pas verdi, ki, playmakerdir. Laimer sol cinahda bir də görsən mərkəzdə pivot kimi oynayır. Olisə sağ wingerdə görsən ki, 11 nömrə kimi oynayır. Gnabry çəkilir dala, işləyir 6 nömrə kimi. Bütün futbolçular meydanda var. Kompaniyinin futbolu onu belə deyək də özündə şey eləyir. Yəni o elə olmalıdır. Elə olmadığı təqdirdə kompaniyinin heyətində çox qalmırsan. O da bir statistika vardı mənim əlimdə. Baxdım oyundan sonra. Siz də yəni Çempionlar Liqasının rəsmi saytında və yaxud da ki əlavə tətbiqində, mobil tətbiqində baxa bilərsiniz oyunun statistikasına da. 62% topa yiyələnməklə Bavariya 62% topa yiyələnmişdi. Bununla belə ümumilikdə məsafələrdə meydan boyu qaçışda 10 kilometr Realdan daha çox qaçmışdı. 109 kilometr Bavariya qaçmışdı, yəni oyunçular 99 kilometr Real qaçmışdı. Bu demək sən topa yiyələnmisən, əksinə onlar qaçmalıdır sağa sola səni sıxıb səndən top almağına. Bu deməkdir ki, meydanda o qədər sən bayaq dediyin kimi Gnabry yerini dəyişir, Olise yerini dəyişir, Key yerini dəyişir. O qədər yer dəyişmə var ki, sən daha artıq qaçırsan. Bundan əlavə, yəni statistikada onu göstərir ki, 21 ümumi qapıya zərbədirsə, 11 Realın tərəfində idi. Ümumi pasların sayına baxanda 666 pasdan 591 keçdi Bavariyada. Dəqiq pasların sayında. 313 Real pas vermişdisə, 242-si yəni Real onsuz da kontratak oynayır da ömür boyu. O qədər pas heç vaxt vermir. Əgər demək olardısa, bəzən deyirlər ki, məsələn hakim oyunu çökdürdü ya filan, baxanda əksinə elə oyun Bavariyanın əlində idi. Hesabda geri sonra bərabərləşdirməsinə baxmayaraq oyun Bavariyanın əlində idi. Çünki birinci qol Neuer'in səhvindən vuruldu.
yenə də mən Reala tamam çox da belə şey eləmirəm, halaldır, amma Ya o 2 strategiya dənə mı gol, vurdular? 2 dənə gol olmasaydı, Hə. Arda ilə Arda'nın 2 dənə qolu, hansı ki ikisi də Neuer'in səhvidir mənim fikrimcə. İkisi də İkisi də Neuer'in səhvidir, İkisi də hə. Neuer'in səhvidir mənim fikrim. Onlar olmasaydı Real bəlkə də 4-1 falan zad uduzardı. 40 yaşın var müəllim. Sən bir 2 addım atmışdın sola. O tullanmadı topu. Tullanmaq üçün sən 2 addım atdın sola. Mən dedim ki, yəni mən olsaydım orada, mən boyumdan mən tullanardım. Sənə baxdım, fikirləşdim ki, müəllim, sən əlvi atsan sola, tutarsan onu. Sən tullanardın, prosta tutmazdın. Tutmazdın. Amma Neuer tullanardın. mənə elə gəlir ki, o topu tutmaq istəyirdi, qaytarmaq istəmirdi. Qaytarmaq istəsəydi küncə gedərdi o top. Tutmaq əvəzinə elə top qarşısına girdi qapıya, tutdun, hə gələ. Yəni olur da Neuer karyerasına baxsaq elə səhvləri olub. Hə, olub. Az olmuş. Hə, Stankovicin mərkəzdən qolu da, yəni olub belə şeylər olub. Ərdəbildən qol vurmuşdu. Demək istəyirəm ki, yəni Realın ümumiyyətlə o nə təklif edə bilərsən bu boyun qarşısında? Ancaq uzun paslarla, diaqonal ötürmələrlə oynaya bilərsən. Topu necə eləyim ki, çatdırım Viniciusa, Mbappéyə, onlar nəsə sürətlənəcəklər, içəri ötürmə. Amma yenə də Bavariya bu oyuna o strategiya məlumdur da nə edəcək də. Elə oynayaq ki, top düşməsin. Topu saxlayaq özümüzdə və bunları necə lazımdır yoraq. Yordular da, yəni oyunun ipini buraxmadılar. Düzdür, yəni birinci taymda çox momentləri oldu. İkinci taymda da Luis Diaz vura bilərdi. Upamecano da bir dənə kəllə ilə vura biləcəyi moment vardı. Sadəcə bağışlayırsan onun müdafiəçi olduğunu. Olur, yəni sən bütün momentləri vura bilməzsən, bu mümkün deyil. Mən ümumiyyətlə sizin bu heyətdə, Bavariyanın heyətində belə deyək də, qabaqda önə çıxan nə bilim Kane-idir, Olisesidir, Upamecano da. Kimsə biri sinəsinə vursun ki, mənəm qabaqda, o yoxdur. Elə hamısı Yox, əlində onu verir. demirəm. Mən sadəcə olaraq Nə deyirsən? demək istəyirəm ki, Kimmich, həmin o sən dediyin o balanslı mərkəz ki var ha. Sağa da getdi, sola da getdi, top gəldi, saxladı korpusla, boş yerə baxdı, arxaya da verdi, orada verdi, burada. 6 nömrə Kimmich hər yerdə idi. Ha. Kimmich çox gözəl oynadı. Çox gözəl. Mənim fikrimcə də sənin o dediyin o Pavlovic ki var. Hə. Pavlovicin olmağı Kimmichi bu cür belə açır. Yadımdadırsa Goretzka olanda, Goretzka bütün qara işi görürdü. Kimmich onda bir dənə belə buq açırdı ki, qanadları zadı çıxırdı, oynayırdı əməlli adam kimi. Amma Goretzka kimi, Pavlovic kimi oyunçular olmayanda orada bir ara Laimer zat falan oynayırdı. Orada yadında da Aporn'da. Hə, oynamışdı. Onda yəni Kimmich vəbşə sönmüşdü də, yox idi demək olar ki. Amma indi yavaş-yavaş həmin o top prime Kimmich var idi o Guardiola'nın vaxtında. Təzə-təzə çıxan. O həmin o oyunda çox ləzzət elədi Kimmich həqiqətən. Kimmichin də kumiri kimdir? Javi Hernandez. Özü qeyd eləyir, yəni burada Barselona əməyi var. Və burada qeyd edim olaraq hücumu sürətləndirən, sürətli hücumçular, wingerlər deyil, hücumu sürətləndirən pivotdur. Pivot tez bir zamanda qərar qəbul etməlidir, hücumu yönəltməlidir, oyunun açılmalıdır. Amma Realda biz bunu görmədik. Real çox ləng idi, belə deyim. Realın stilistik oyunu da bilinmir nədir, belə yöntəmsiz, bilmirsən nə oynayırlar, nə istəyirlər. Ancaq uzun paslar, o necələr Bellingham topu götürür, 30 metr qaçır, atır Mbappé nəsə yaradır. Və onun biri alındı. Hə, bayaq Əhmədin sözünə qüvvət 2 dənə moment demək olar ki, bəxş olundu. İnciməsin Real azarkeşləri. Mbappénin qolu. Mbappénin qolu isə başdan dediyin üsulda hücum və sərt bir dənə pas verildi. Yəni bu müdafiə sürətdə çatmadı deyərdik ki, Mbappéyə və vuruldu. Mbappé də yəni klasını göstərdi ki, vurdu. Yəni klassik Realın kontratakası. Amma bax Bavariyanın qollarını analiz eləsək mən təkrarlara da baxdım. Məsələn, Pavlovicin kün zərbəsindən vurulan qolunda artıq Kane'in qabağında Arnoldla Mendy. İkisi fərdi olaraq qapamışdılar Kane'i. Məqsəd sadəcə ondan hündür tullanmaq deyil, ümumiyyətlə ona hərəkət etməyə icazə verməmək idi. Kane də orada biraz itələndi özü qarşısına qabağa. Yəni göstərdi ki, mən burada pasiv deyiləm. Bunların fikir qarşısın buna. Ortaya mərkəzə Talqa açmağa başladı. Tanı da Rüdiger tutmuşdu. Yəni mərkəzdə ki, sən hündür boylu və mərkəz stoperlərin artıq məşğul olmuşlar digər false bildiyin belə oyunçularla da. Ta başladı qaçmağa. Yəni təkrar təzədən baxa bilərsiniz. Tabii siz hara qaçdı? Yəni top ora getmirdi. Ümumiyyətlə yaxın ştanga qaçdı da. Yəni yaxın dirəyə tərəf. Küncdən zərbə hardan gəlir? Ora tərəf qaçdı. Ta qaçdıqca Rüdiger də onun dalınca gedəndən sonra əməli başladı şeyin qabağında, Pavlovicin qabağında heç kəs yox idi. Bir dənə deyəsən yanılmıramsa onun qabağında Militao ayıldı. O da artıq heç tullanmağa cəhd eləyə bilmədi. Və
Lunin belə mövqedə uduzmuşdu artıq Pavloviçin arxasında. Pavloviç bir səndə qaldı orada. Yəni top düz başına gəlirdi, tullamaq da, sadəcə başını döndürüb topu vurmaq. Amma qolda da Luninin səhvi var. Sadəcə Neuerin buraxdığı kimi deyil. Yer seçməli idi. Yəni orada движение var idi. Eləməli idi, çıxıb götürməli idi. Çıxmalı. Çaşdı. Yəni sən dedin Kane məsələn. Kane deyir ki, mən qoymusunuz cərimə meydançasında rahat oynayım. Okay, problem yoxdur. Mən oynayacağam mərkəzdə. 8 nömrə kimi oynayacağam. Oyunu yönəldəcəm. Kane Luboy yerdə oynayar ki, heç bir fayda gəlmir. Diagonal paslar sağa, sola. Nə qədər pas verirdi Kane Diasa, sonra Oliseyə, arxadan gedir. Gnabry, yəni ştıknojdur, yəni konkret. Yəni görürsən top çıxdı, bir dənəsi pas, bir dənəsi eləyir. Arxadan gəlib topu oğurladı. Belə də balaca boydu, cəlddir, oradan buradan çıxır belə. Komanda yaxşıdır. Komanda kimi Bavariya həqiqətən də, yəni çox şeydir. O komplekt olundu. Bir momentdə var idi. Öncəki bütün oyunlarına baxsaq görürük ki, Real Madriddə məsələn mən bunu bir Bavariya azarkeş kimi deyə bilərəm. Bavariya azarkeşdən məndən inciməsin. Amma Allianz Arena faktoru Bernabeu faktorundan zəifdir. Yəni sanki Bernabeu faktorundan. Sabon xeyir. Bəllidir də kim incəyəcək. Əgər yoxdur. Ya da indi məsələn baxmadan indi hansısa Bavariya azarkeşin xəttinə dəyə bilər. Bernabeu-də sən gözünü çıxardırlar az qala. Həmin oyuna baxırsan tam ki, Deutsche Supermeister, yəni ki, bunun Real'a heç bir təsiri yoxdur. Real bu sözlərdən qorxub geriləsi deyil. Sən onu fitə basmalısan, sən onu nə bilim təzyiq göstərməlisən və bilirsiniz bura elə qəşəng fitə basdılar, sonra nəsə yatdılar. Almanlar biraz kulturludular da, mədənidilər. Çox tolerantlar mədəni. Gəlirlər pivəçi futbolu baxırlar. Uşaqların şəkli var deyə o da tapsam qərbində. Əllərində pivə, sosiska tutub futbola baxmağa gəlir. Ailəlicə gəlirlər. Nə o 20 ilin, 30 ilin, yəni nəsillərcə bir də görsən ki, abonementləridir bunların. Amma bax bir məqam da var ki, Real Madrid futbolda sadəcə futbol strategiyası, futbol qaydalarına hərəkət eləmir, psixoloji da hərəkət eləyir. Bütün yollar əl atır. Pasledni yol. Da bu günləri udmuşuq da, yəni bir şey eləyə bilərik, saxlaya bilərik. Belə az qala hər yola əl atır. Nəyə görə deyirəm? Belə moment onu da kəsib qoyaram videonun üstündə. Vinicius düz hakimin gözünün qabağında Kimmixi korpus vurur, Kimmix yıxılır, durmağa çalışanda Kimmixi yenə yıxır. Bu ötən oyunlarda da, yəni təkcə Bavariya qarşı deyil, bütün oyunlarında psixolojidir da, yəni bu provokasiyalardır. Və yadıma gəlir ki, Bavariyanı Alman hakimlər idarə ediblər. Tuchel də olub, Flick də olub. Bavariya provokasiyalara gedəndə hər dəfə fikirləşirdim ki, sən Alman olaraq niyə öyrədə bilmədin buna ki, soyuqqanlı oldu, yola vermə. Amma bu oyun göstərdi, indi o məqamlara gedilməzdir. Biraz çox danışdım. Bax, xoşdur, Bavariyadan danışsan. Kimmix durdu həmin momentdən sonra, təkrara baxa bilərsiniz. Heç bir fikir vermədi. Cinahda Arda gəlib, indi onu deməyəcəm, amma türk dilində hamımızın bildiyi ifadəni demişdi Oliseyə. Çocuğunu deyərdin də, o söz niyə işləyir? Dedi, amma yəni Olise yenə ignor elədi və bir moment var idi, elə bir ki, kompaniya hazırlamışdı komandanı ki, biz bura minimum psixoloji təzyiqlə çıxırıq da, maksimum hazır çıxırıq. Karl, sən demişdin, bütün mövsümü əla oynamış Karl. Bütün mövsüm bomba oynayıb. Musiala əvəz eləmişdi də, yəni gözü idi də komandanın. Sən demişdin, nə vaxtsa ürəyim istəyir, Reala keçim gələcəkdə. Sən iki oyunun heç birində çıxmayacaqsan oyuna. Zədəli deyil Karl. Zədəli idi də. Sonra zədələndi. Birinci oyunda hazır idi. Heç ümumiyyətlə buraxmadı. İkinci oyunda artıq zədələndi. Yəni ne seriozun game'də idi, fikir vermişdim. Paul Rose. Balıqda deyir ki, Orazdı Balkada deyir çiliyəcəklər. Sprosu var onun. Bir dənə sual verim sənə. Səncə Olise orospu çocuğu ifadəsini bilir? Başa düşür. Bəlkə də Olise türk dilini bilmir. İngiliscə çox qəşəng danışır, fransız dilini. Amma Ardan sifətində bilən şey var, ifadə vardı. Yəni gəlib orada o deyir, oxuduğu Quran değildi də. O avazdan başa düşmək oldu ki. Mən bir dənə bir şey demək istəyirəm ki, Real'ın fanatları da inciməsinlər. Vinicius çox pasledni adamdır. Çox pasledni adamdır. Sağ olsun Real fanatları çox gördüm mən onu deyənlər. Potensial olaraq Vinicius bəlkə də dünyada top 3-dədir. Potensial olaraq. Yəni həqiqətən də onun misal üçün kontratakada vurduğu, Mbappé'yə verdiyi 3 nəfəri başına yığdı, gözlədi, Grasmeisters kimi bir dənə pauz elədi, vaxtında pas atdı, Mbappé bir dənə ayağını qoymağa şey oldu. Yəni eləyə bilir, bacarır. Prosta bunun belə cındır hərəkətləri olmasa. Hardan gəlir, qaynaqlanır? O əslində onu istəyirdi, gözləyirdi ki, kim ayağa qalxsın, bir dənə şapalağı ilişdirsin. Provokasiya dedim onu. Bunu gətirmək istəyir. O da yıxılsın yerə, qırmızı falan, beşməkan belə olsun.
Kimixində bununla mənfi təcrübəsi var da, elə şey. Vinicius. Bəlkə də onu 100% ağıldı axı kim sən işində o biz sizi udmaq istəyirik. Bizim məqsədimiz futboldur. Bəlkə də o ağlı ona kampaniya qoyub bundan qabaq ki, baxa sıfır provokasiya. Plus Mendy-nin də qartı, Mendy gəldi neynədi heç də. Mendy bağlayıb sağ cənahı, Olise girir biraz irəliləyən kimi girirdi sol tərəfə, mərkəzdən oynayırdı. Plus axırıncı dəqiqədə 94-cü. Həmin gözlədim ki, gedəcək çox babat. Küncə gedəcək, topu saxlayacaq. Gəldi, nötər fırlatdı, sözüm ki, halaldır. Bu sezonun bəlkə də ən yaxşı oyunçusudur. Mən çox yaxşı oyunçudur. Ən yaxşı oyunçusudur. O zərbəni vuranda mənim oyunda 4-5 dəfə təkrarladı həmin zərbəni, dönüb kəskin sola keçirdi və qapıya zərbə vurdu. Mənim hər dəfə də Arjen Robben yadıma düşürdü və tez-tez də ona o sualı vermişdilər. Robben özü də bu mövzuya toxunmuşdu ki, deyir, bəli, mənim xoşladığım epizod idi. Və Robben oynadığı vaxtlarda Robbenə deyirdilər, bu Bruce Lee-nin işlətdiyi bir kəlmə var idi. Robben haqqında səslənirdi də bu. Deyir ki, yəni mən bir fənni deyir, bir fənni 100 dəfə təkrarlayıb öyrənmiş rəqibdənsə, bir fəndi 100 dəfə təkrarlamış rəqibdən daha çox çəkinərdim. Və Robben də bunu hər dəfə eləyirdi. Robben elə çəkilirdi sola, kəskin də keçirdi sola, vururdu 9-luğa. Bilirdilər ki, bunu eləyəcək, qaytara bilmirdilər. Olise 4 dəfə, 5 dəfə bunu təkrarlayanda dedim ki, bir dəfə də keç alınacaq artıq bu dəfə. Vuranda qolu fikir verdisə bax, Olise'nin şeyi ilə bir tanınıb da, həm Bundesliga-da, həm Çempionlar Liqasında qolu da sakit qeyd eləyir. Man of the match hədiyyəsi verəndə də belə çox sakitliklə verir. Yəni ki, bu sanki bunun palojnası olmalı imiş kimi. Amma bu qolu mən bir dəfə gördüm ki, yəni Olise belə çılğıncasına qeyd edirdi. Dizlər üstə sürüşərək Robbenin ən nefis sevdiyi və belə elədi. Qol sevinci fəndi ilə, hə. O şeydə söz var. Məncə o Arda Gülərə idi ki, yəni çox danışma, oyna. Yəni burada da Arda Gülər demək istəyirəm ki, kibar olmaq lazım. Eşidirsən Arda. Amma futbolçusansa futbolu oyna. Amma sən sözümü bir şey deyim. Olise'nin bilmirəm şeyi baxmısan, Çempionlar Liqasından oyun sonrası bir müsahibələr olur. Yəni tez bazar tünel şeydə zaten falan. Schmeichel'də danışır Kane-lə 3 dənə 4 dənə sual verir. Kane də tappataraq belə ətraflı 7-8 cümlə hər bir şeydən danışır eləyir. What a great game zad ora bura nəmnə. Gəldilər Olise'yə 3-4 nəfər oturub studiyada hərəsi bir şey, ya belə qol vurdun, elə qol vurdun zat falan. Axırda da Karagir qayıdıb deyir ki, bəs sən o qolu vurdun, nə etdin, necə, nə fikirləşirdin zat falan 5 məkan. Bundan qabaq 4-5 dənə vurdun, alınmadı. Mən belə bir qol vurmaq istəyirdim mən. Mən sadəcə qol vurmaq istəyirdim. Bunu dedi, yəni intervyu bitdi. Durdu, çıxdı, getdi. Haalandın verdiyi intervyular yadıma düşür. Yəni Haaland da elə idi. Uzun-uzun danışırdılar ki, bəli. Onun nəşr intervyusu var. Sual verir ki, sənin ən xoşladığın film hansıdır? Deyir ki, mən baxmıram filmlərə. Biz ən xoşladığın serial, biz seriala da baxmıram. Heç şey çox qəribə adamdır biraz. Qaqamın televizoru yoxdur evdə. İşıq pulu yazır. Və qısa olaraq da o Kamavinga epizodundan bir dənə qeyd eləyək. Çünki belə bir şey yaranıb ki... Ətraflı danış məncə istəyirsən, yəni vaxt məncə var. Yəni belə bir şey yaranıb ki, sanki həmin epizod həll edici epizod oldu. Ya belə şeyə sarı vermirlər. Bəli, vermirlər, amma oyunun əvvəlində vermirlər. Amma oyunun sonunda sən artıq görürsən ki, hakim görür ki, bunlar vaxtı uzadırlar ki, ekstra time-ə getsinlər, orada bir tər necəsə dözsünlər filan 5 məkan. Yəni bu oyunun ruhuna uyğun olaraq Vinçeş düzgün sarı verir. Çünki orada özü də izah elədi axı oyunçulara. Vinçeş ona göstərdi ki, sən 2 dəfə deyim mən sənə xəbərdarlıq eləmişəm. Sonra Kane dedi ki, o ikinci sarısı deyə onu ver onu. Yadından çıxmışdı ki, qırmızısını. Sonra qayıtdı, orada Bavariya oyunçuları gəldilər ki, ikincisi deyə verməlisən. Verdi. Yəni tamamilə düzgün qərar idi, yəni yerində olan qərar idi. Oyunun ruhunu, qaydalar niyə görə qoyulub? Qaydalar qoyulub ki, ona riayət edilsin və o qaydalar tətbiq edilsin. Yoxsa qayda olmasın. Hə, biz necə istəyirik oynayaq. Bəs belə şeyə görə sarı verir. Bəs nəyə görə sarı verirlər? Ancaq ayaq sındırmağa görə sarı verilsin. Yox, elə olmur axı. Amma bundan sonra misal üçün əlavə olaraq simulyasiyadır, vaxt uzatmalardır, outdan, künc zərbəsindən. Misal üçün Arsenal bir dənə künc zərbəsini 2 dəqiqə vaxt sərf eləyir. A kişi topu get götür, apar ora 2 dəqiqə getdi. Bundan başqa out məsələsi. Biri topu götürüb belə tutub. Hə. Mbappé belə tulladı topu dala. O birisi gəldi. Mini futbolda heyf deyil, belə studio belə 5 saniyə, 10 saniyə. Belə sayır, 5 saniyə, 6-cısı switch bu birisi tərəfə. Yəni Kamavinga ilə də məsələ bir şey səmimi deyim, heç kim inciməsin. Kamavinga tupoydu. Hə. Yəni sən bilirsən sənin sarı kartın var. Hə. Və qoy topu cəhənnəm ol da. Nə var orada? Özdə sən 60-larda oyuna girən oyunçusan, yəni sən təzə nəfər 62-də girmişdə. Sən
təzə nəfəssən, sən svirirsən, hə, sən alıb çıxmalı deyilsən o qırmızını. Düzdür, Real 10 nəfərdən qaldı, amma o 10 nəfərlə arasında məsələn Kamavinga qalıb bir başqa biri çıxsaydı, Real bir balaca daha svej olardı. Yəni ki 90 dəqiqə oynamış oyunçulardan, 60 dəqiqə oynamış oyunçulardan biri. Sən demiş kimi boyluq elədi biraz orada Kamavinga. Sən nəyə oxşadı? O Kamavinga sveji dediyin o xiyar pomidor gəlir şeydə yeyib içməyə də. Gösə yox qaqaş bunu götür apar. Hə, amma gəldi apardılar və salam. Şeyə qalanda Brahim Diaz'ın əvəzinə çıxmışdı. Kamavinga, yanılmıramsa düzdür. Brahim Diaz'ın əvəzinə çıxmışdı. Brahim Diaz da düzülüşdə ilk başda Real Madridin sağ hücumunda görsənirdi line-upda. Efirdə elə göstərirdi. Sonra oyun getdikcə 4-4-2-yə keçdilər və düşdü aşağı sola. Sol cinahdan başladı oynamağa. Yəni şeyin vurduğu Real'ın sağına düşdü. Luis Diaz'ın vurduğu gol isə Real'ın sağına düşmüşdü və hətta qolu vurmamışdan öncə bir neçə dəfə sağa, sola paslarla yoxladılar. Öz aralarında paslaşdılar və bir dənə orada oyunla davam pası eləyən orada Musiala atdı da. Musiala oldu, davam pası elədi. Hə, vuruldu gol. Yəni Kamavinga'nın gedişinə bağlamaq bu qolu qətiyyən mümkün deyil. Təsiri var, əlbəttə təsiri var, amma birbaşa ondan irəli gələn şeylər deyil bunlar. Yəni mənim fikrimcə yenə də deyirəm, davam eləsəydi, yoxluğu hiss olundu da. Konkret hiss əlbəttə elədi, amma istəyir uzatmalara getsəydi, istəyir yəni və yaxud da 90 dəqiqə və əlavə olunur. Yəni Bavari vuracaq. Təvazökarlıqda uzağa sayı ola bilər, amma mənə elə gəlir ki, oyun uzatmalara getmədi deyə elə 4-3 bitdi də oyun. Yəni oyun uzatmalara getsəydi bəlkə 5-6 gol vurulacaq. O bayaqki deyirəm, yəni yorğunluq məsələsidir. Yenə tərəfkeşliyi söhbətini qoyuram qırağa. Bavari yazıqı kimi sevinirəm düzdür, amma fakt olduğu kimi qalır. Bir dənə də qısa olaraq qeyd edeyim. O oyun qutarandan sonra Arda Güler girdi meydana. Hakimlə belə əl qol, hakimin qolunu tutub dartdı. Hakimin qolunu tutub dartmaq nədir? O da haqqına verilən qırmızı idi. Hə, hakimin qolunu tutub dartmaq elə bir ki, onun üzünə söymək kimi bir şeydir. Bu hakimdir. Sən onu niyə tutursan, dartırsan, üzünə qışqırırsan. Yəni elə bil çarşıda zatdadır. Hə, yox, uduzmusuz. Yəni komanda oyundur. Udarsız da, uduzarsız da. Mənim nə xoşuma gəlmədi. Real oyunçuları uduzan kimi hakim üstünə qaçdılar, getdilər, sonra da çıxıb getdilər. Uduzmusuz, oyundur, uduzmusuz. Problem deyil, oyun ola bilər. Amma siz gəlin, heç olmasa təbrik edin rəqib komandanı. Əlini sıxın, forma dəyişin. Bir də uduza bilmirlər. O da ağzını tutaraq gəldi. Bacarmırlar. Oliseni təbrik elədi, ağzını tutaraq keçdi. Bilmək olmaz indi o. Vinicius'un dediyi kimi söydü onu, yoxsa yaxşı söz dedi bilmirəm. Yox, çətin. Onlar deyəsən səhv eləmirəmsə Championshipdə bir yerdə oynayıblar. Bellingham'dan Olise. Çünki Olise QPR-ın şey olub axı, yetirməsi olub. Musiala ilə deyəsən oynayıblar onlar. Yox, Championshipdə deyirəm. Hə. Musiala ilə o heç onlar bir şeydə oynayıblar. Chelsea-də? Yığmada. Hə, yığmada ola bilər. Hə, ola bilər. Hə, bildim. Aşağı yaşda İngilis cavandır axı Bellingham'dan deyəsən. Yox, Championshipdə bu oynayanda, bildiyim qədər bu da oynayıb deyəsən oynan. Olise orada. Çünki Bellingham neçədə başladı Championshipdə? Neyse. Oynayıblar. Yox, çünki o da deyəsən. Fərz eləyək ki, oynayıblar. QPR-də başlayıb. Ola bilər. Olise neçə yaşı var ümumiyyətlə? Kimin? Olisenin. 20 neçə, 24-23-dür, 24. Bellingham'dan neçədir? O da nəsə belə 2000-dir. 1-2 yaş böyükdür. Arası belə. Amma bir dənə də, yəni nə qədər biz bayaqdan saplayırıq Realı, bir dənə onu da demək istəyirəm ki, alınmadı oyunu, taktik olaraq daha üstün oynadı kompaniya, çox təəccübləndirdi insanları. Real təslim olmadı. Yəni mən buradan necə deyim, Real azarkeşlərinə bir toxtaqlıq verərdim ki, komandanız təslim olan komanda deyil. Ən zəif keçirdiyi mövsümün əvvəlindən başı bəlalı məşqçi ilə zadla bağlı. Amma yenə də sərt təpki göstərdi. Realın lüğətində ümumiyyətlə təslim olmaq sözü yoxdur. Mən baxmısınız yoxsa yox. Yaxşı, pis, çirkin. The good, the bad. Clint Eastwood oynayır. Orada bir dənə epizod var. Blandin Tuko ilə danışır. Filmin baş qəhrəmanı sarışın. Blandin Tuko deyir ki, 6 yaxşı rəqəmdir. Tuko'dan deyir ki, yox, 3 yaxşı rəqəmdir. Blandin ona baxır ki, mənim revolverimdə 6 güllə var. Yəni Bavariyanın da revolverində 6 güllə var idi. Yəni qalib gəldi. Bavariya bu sezon doğrudan da sübut elədi. 2 oyunda da sübut elədi ki, Realdan yaxşı oynayır. İndi istəsəniz keçək yarım finala. Artıq yarım finalçılar məlumdur. 2 həftə sonra oyun olacaq. Təklif edirəm ki, bu dəfə biz hesab deməyək, amma ümumi durumu deyə bilərik, danışa bilərik qısaca. Məsələn, Bavariya ilə artıq PSG oynayacaq.
PSG Bavariya olacaq və Arsenal'la da Atletico Madrid oynayacaq. Məsələn, mən düşünürəm ki, PSG Bavariya oyununda yenə Bavariyanın bir balaca bu cütlükdə iki oyunlara bəxti gətirir. Birinci oyunu səfərdə oynayır, ikinci oyunu evində oynayır. Birinci oyunda sən əldə etdiyin nəticə ilə evdə davrana bilərsən. O yeni qanun çıxardıblar, keçənlər başqa qanun. UEFA elə bir qanun çıxarıb ki, yuxarı spotda olanlar cavab görüşü öz yerində oynayır. Elə bir qanun var. Yəni misal üçün Arsenal bütün oyunlarda cavab görüşlərini öz evində oynayır. Misal üçün final oyunda da Arsenalın adı birinci yazılacaq. Elə bir qanun çıxardıblar ki, bir balaca üstünlük versinlər ki, liqa fazada can yandırsın. Ona can yandırsın. Nə əkərsən onu becərirsən. Hə. Mən şansları əslində 50-50-yə qiymətləndirirəm. Düzdür, PSG çox yaxşıdır. Qısa kombinasiyaları möhtəşəmdir. Uzun pasla oynayırlar, qısa pasla oynayırlar. Əladır. Amma və lakin qeyd edilməli ki, Bavariyada üstünlüyü var. Bavariyada yaxşıdır. Bu illər Bavariya 2 oyun uduzub, PSG isə 7 oyun uduzub. Bavariya az gol buraxıb, PSG biraz çox olub. Bir balaca üstünlüyü var və liqa fazasında Bavariya Real deyəcəm. Bavariya PSG ilə oynayıblar və qələbə qazanıb. Yaxşıdır. Minimal da olsa qələbə qazanıb. Bu da üstünlük saya bilərəm. Ümumi götürəndə isə mən şansları 50-50-yə qiymətləndirirəm. Hər şey ola bilər. PSG möhkəm komandadır. Möhkəm komandada hər şey ola bilər. Görək nə olacaq. İstər-istəməz mən Bavariya fanatıyam. Bavariyadan qələbə gözləyirəm. Bəs siz? Mənim fikrimcə hal-hazırda elə görsənir ki, yəni kompaniya tamam komplektləşmiş bir komandadır. Bavariya yaxşıdır, əladır, amma Real'la oyunda çox şeylər ortaya çıxdı. Yəni kompaniya onun üzərində işləsə, nəsə PSG-yə qarşı eləyə bilər. Yenə də nəsə eləyə bilər. Mənim gözümdə, mənim vizyonumda PSG çox irəlidədir. Həqiqətən çox irəlidədir. Bavariyadan çox irəlidədir. İstənilən bir klubdan Çempionlar Liqasında 1-2 addım irəlidədir. İstənilən. Çünki yəni zamendən çıxan oyunçular, ehtiyatdan çıxan oyunçular tam başqa bir töhfə verirlər. Yəni misal üçün Barcelonada Rashford çıxır zamenə. Yəni Atletico'da sən dediyin kimi Baena çıxır. Yəni Arsenalda Trossard çıxır. Amma bunlarda çıxan oyunçu Barcelona çıxır, Kvara çıxır, Doué çıxır. Yəni tam fərqli oyunçulardır. Həqiqətən klassdan başqadır. Yəni belə getdiyi təqdirdə mənim fikrimcə PSG çətinlik çəkməli deyil. Amma bu necə deyirlər, indinin proqnozudur. 2 həftədən sonra bilmək olmaz nə olur. Hər şey dəyişə bilər. Mənə də elə gəlir ki, hardasa çox çətindir burada qalibi demək. Bircə bayaq qeyd etdiyim üstünlük var idi. Bir də görək, yəni zədəlilər və heyət necə olacaq 2 həftədən sonra. Bir də sənin dediyin sözü və qüvvət, yəni mövsümün sonuna yaxın artıq məlum olur ki, kimin heyəti daha yaxşı formadadır. Kim düşür, kim qalxır. Təkcə Bavariya azarkeşi kimi yox. Sadəcə mən yəni mövsüm boyu izlədiyimə görə deyirəm ki, Bavariyada sanki bu komandada mən görürəm, bir nəfərin adını çəkə bilmirsən. Kane nə qədər gol vurmağa çalışsa, gol vurmaqda hamıdan irəli olsa belə, Kane o topu verirlər. Kane də əlinə düşən kimi topu verir. Bax, bu Bavariyada çempionluq oyunu hiss olunur. Çünki Bavariya turnirdə çempion kimi oynayır. Şanslar bərabərdir, amma nədənsə mənə elə gəlir ki, Bavariya PSG-yə də keçə biləcək. Təkcə şey deyil, fanatlıq mövqeyi deyil. Mənə elə gəlir ki, yəni Bavariyada o birlik var. PSG-də o birlik yoxdur. Bavariyada o belə fışqırır. Yəni baxan kənardan görürsə Bavariyada o fışqırır. Sanki bir bağça uşaqları deyil, bir bağçada bir yerə belə. Luis Diaz'la bir də Luis Diaz bir də Upamecano. Nə qədər vaxt bunlar bir-birlərini tanıyırlar? Bir ildə də bir yerdə oynayırlar. Ta ilə məsələn Luis Diaz bu mövsüm gəliblər də. Bunlar neyinlə yivitməyə gəlirlər. Yox, bunların bir yerdə bunların o kombinasiyası, qol qeyd eləməkləri, bir-birlərinə verdikləri pası, sən keç, mən sənin yerini tutun, sənin əvəzinə müdafiə eləyim, Kane'in geriyə gəlmək, Kane ümumiyyətlə hər yerdə oynamağı. Sanki Bavariyada belə, nə bilim, məktəb uşaqları da elə bilsən, yığışırlar ki, gör indi gələn sezon nə olacaq da. Əgər saxlaya bilsələr bu tempi qoruyub saxlaya bilsələr. Yaxşı olar inşallah. Yaxşı olar. O bir tərəfdə də Arsenal'la Atletico Madrid oynayır. Nə deyə bilərik? Ruslarım nə sözü? İqrali 2. İqrali 2. Açığı Arsenal hal-hazırda elə neçə dəfədir deyirəm bunu. Özü də oynamır, digər komanda oynamağa imkan vermir. Atletico da zaten ömür boyu digərinə imkan vermir oynamağa. Özü də yəni Allah kərimdir, gol vurur həmişə. Mənim fikrimcə amma Arteta bu Rusların sözü var, Volşebny penzel.
Yəni, Lazımdır. arxasında nə təpik qoyacaq oyunçulara, bunları oyadacaq. Bala eşitdiyim, hə? Həm də belə deyək də finalın bir addımlığıdır, finalın bir addımlığıdır. Bunlar dərk eləməlidirlər bunu. Aşağı yuxarı qabaq Arsenal misal üçün necə olub? Ömür boyu paçanlar olub. Ortada 3-4 dənə belə deyək də, yaşı biraz yuxarı olanlar paçanlara yeridə bilmirsən ki, bu böyük turnirdir, məsuliyyətdir, falandır, beşməkandır. Amma indi o deyil. Pişmiş oyunçular var. Onlar pişiblər. Onlar dərk eləməlidirlər ki, məsuliyyət biraz böyüyür. Mən elə gəlir ki, Arsenal keçəcək Atletico-nu və finala Mən də vəsiqə düşünürəm ki, qazanacaq. Atletico keçəcək. Atletico bir balaca şans da görürəm. Atletico belə oyunlarda bir balaca necə deyirlər, hazırdır. Emosional hazırdır. Plus Premyer Liqanı nəzərə almaq lazımdır ki, Arsenalın hal-hazırda fokusu Premyer Liqayadır. Düzdür, Çempionlar Liqasında qazanmaq istəyirlər, amma yenə baxırlar ki, finalda PSG-dir, Bavariyadır. Yəni ən yaxşısı burada gedək. Hələ finala çıxmaq var. Hələ çıxmaq var, ayso. Və bu baxımdan deyərdim ki, Atletico-nun bir balaca emosional ehtiyatı daha çoxdur. Yəni komanda olaraq bütövdür, yığcam oynayır. Yəni müdafiə konsepsiyası var. Hardasa hiss olunur ki, yəni Barselonanı keçə biliblərsə, Arsenal da məncə keçə bilərlər. Bir Barcelona olan bəxti gətirdi. Hər iki oyunda məsələ ola bilər, hə. Bir balaca mən şanslı görürəm. Belə deyim də 55-in 45-ə Atletico Madrid deyirəm. Mən üçün çətindir o bir ifadə etməyə. Yəni ona görə mən baxardım, yəni görərdim necə oynayırlar. Heç biri çıxmayacaq. Heç biri çıxmayacaq. Hə, finalda elə deyirlər PSG-lə Bavariya oynayır. Bir dənə də oynayır, içində. Hardasa bir balaca mənə elə gəlir ki, üstün görürəm Arsenalı və o bilməm oyundan qabaq biz danışdıq, kamera düşdü yoxsa yox. Atletico'nun bu oyunu var, yəni bu çürükçü oynamağı, bu falanı. Mən yəni belə final görmək istəməzdim. Mən Arsenalı görmək istəyirəm finalda. Düzdür, Arsenal da səbirli oynayır. Amma Bavariya ilə artıq bir dəfə düşmüşdülər və mövsümün iki sürətli gedən komandası qarşılaşdılar. Yaxşı da oyun alınmışdı, bol qollu oyun alınmışdı. Gördük. Yəni, biri standartlardan yaxşı istifadə edirdi, biri topa çox yiyələnirdi. Və elə finalı təzədən görmək istərdim. Həm də mən istərdim bu tərəfdən Bavariya çıxsın finala, bu tərəfdən də Arsenal çıxsın finala. Kompani görüm nə edəcək də. Kompani demişdi ki, o deyir, onlar deyir, hə, biz belə oyunu gözləmirdik. Arsenal deyir, tam başqa cür oynayırdı o standartlarda itələmələr falanlar. Deyir, bizim oyunumuz bitməyib. Deyir, bir də qarşılaşacağıq. O bir də doğrudan da belə səbət elə göstərdi ki, o bir də ancaq finaldadır. Deyir, bu meydan, bu şeytan. Görək nə olur. Seyid Kompani. Atletico-nun oyunu bir dənə də əlavə eləyim. O ağacdan dəyməmiş xurma dərirsən ha. Dişləyirsən ha, büzür adamın ağzını. Və Atletico-nun oyununa baxanda mən özüm elə sevirəm, dəyməmiş xurma yeyirsən də. Yəni hər şey, yəni futbol oyundur, hər bir oyunun da əsası mübarizədir. Bunlar mübarizə aparırlar. Bacardıqlarını eləyir. Öz kapasitesinə görə. 100% haqlarıdır. Nəyimiz varsa zor eləyirsiniz, əl eləyirsiniz. Diego öpürəm. Neynəsinlər bunlar? Görək nə olur. Belə onda. Siz də öz fikirlərinizi yazın rəylərdə. Hansı fikrimizdən razı deyilsiniz? Real Zakeşdən dəvət edirəm bizi. Yağdırın gəlsin, yağdırın. Yağdırın, biz nəyi səhv dedik. Səhv dediksə siz deyin ki, nəyi düz deyirsiniz. Bir həftə sonra yenə görüşərik. Hə, bir həftə sonra görüşərik. Bir həftə sonra da yəqin ki, ya da ki 10 gün sonra. Sağlıq olsun, görüşərik. Sağlıq olsun. Sağlıq olsun, yenə görüşərik. Özünüzə yaxşı baxın, müğəyyət olun. Sağ olun.